Azərbaycan teatrı günü-gündən inkişaf eləyir. Artıq 153-cü ildir ki, Azərbaycan teatrı öz fəaliyyətinə xalqa qulluq eləyir. Teatrların binasına baxsaq, doğrudan da çox böyük insanı fərəh bürüyür ki, Azərbaycan teatrına dövlət tərəfindən belə bir qayğı var. O ki, qaldı yaradıcılıq bizim borcumuzdur. O yolu inkişaf elətdirməliyik. Mən bir məsələni də qeyd eləmək istəyirəm ki, Azərbaycan teatrının inkişafında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də çox böyük rolu var. Çünki orada işləyən, 27 teatrda işləyən mütəxəssislərin 99%-i Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mütəxəssis tələbələridir. Ona görə də var olsun universitet, yaşasın Azərbaycan Teatrı 153.